Azərbaycan Milli Qvardiyasının yeni komandan təyin edilib. Bu barədə müvafiq prezident sərəncamı imzalanıb. Sərəncama əsasən polkovnik Ramin Babayev Milli Qvardiyanın komandanı vəzifəsinə təsdiqlənib. Qeyd olunur ki, Milli Qvardiya prezidentin təhlükəsizlik xidmətinə tabedir və ölkənin daxili təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyət kəsb edən bir qurumdur. Ramin Babayev bu təyinatadək PTX-nin kadrlar idarəsinin rəisi kimi çalışıb. O burada peşəkarlığı, təşkilati bacarığı və struktur idarəçiliyi sahəsindəki təcrübəsi ilə seçilib. Onun rəhbərliyə gətirilməsi Milli Qvardiyanın idarəçilik strukturunu daha da gücləndirmək və modernləşdirmək məqsədini daşıyır. Milli Qvardiyanın əvvəlki komandanı general-mayor Akif Yusifov bu yaxınlarda vəzifəsindən azad edilib. PTX-də aparılan islahatlar çərçivəsində bu dəyişikliklər strateji əhəmiyyət daşıyır. İslahatların, həmçinin bunu da qeyd edək ki, islahatların məqsədi qurumların səmərəliliyini artırmaq, kadr potensialını gücləndirmək və milli təhlükəsizlik sistemində modern idarə etməni təmin etməkdir. Ekspertlər bildirirlər ki, Ramin Babayevin rəhbərliyi dövründə Milli Qvardiyada struktur təkmilləşdirmələri, peşəkar heyətin hazırlığı və təhlükəsizlik əməliyyatlarının effektivliyi sahəsində mühüm addımlar atıla bilər. Eyni zamanda onun PTX-dəki təcrübəsi Milli Qvardiyanın prezidentin təhlükəsizlik xidməti ilə əlaqələrinin daha da gücləndirilməsinə töhfə verəcək. Ramin Babayevin təyinatı həm də ölkədə təhlükəsizlik orqanlarının kadr islahatlarının davam etdiyini göstərir və bu istiqamətdə gələcəkdə daha geniş təşəbbüslərin olacağı gözlənilir.